Axşamınız xeyirli olsun. Deməli, bunu eləyən, bir dəqiqə bir saniyə sizə göstərim bunu yenidən. Bu elektron təhlükəsizlik barədə hesablarını qorumaq üçün. Bunu eləyən bir növ xüsusi xidmət orqanında oturan, zövcə adlandırdığı pozğunu Alatavər ərazisində pozğunluqla məşğul olan bir biqeyrət Bakılıdır. Hansı ki 2016-cı ildə də məni Əli Hüseyn Salahzadənin qısqanclıq nəzdində əlbir olaraq tutduran adamlarla əlbirdim. Deməli, tək o deyil, Kənan Hacıyev baş əməliyyatçı İbrahim, Nazim, Patom NZS-in direktorudur, onun narkoman oğlu, Haker qardaşı oğludur. Burada adlar çoxdur, sonra bir dənə də Emil var, Yeni Yasamalda qalan, hansı ki bunların müəllimləri var, Anar və s. Deməli, bunların hamısını eləyən Daxili İşlər Nazirliyində oturan polkovnikdir, homoseksual, blogerlərlə mütəmadi olaraq cinsi əlaqədə olan tərbiyəsiz, təxribatçı, narkotacir, hansı ki bu cinayətlərin izini itirməyə çalışır və 2020-21-ci illərdə də bu ləyaqətsizlər, adlarını hallandırdığım şəxslər, hansılar ki yeri gələndə vəzifələrindən sui-istifadə eləyən bandatların əməkdaşları Kənan Hacıyev baş əməliyyatçı İbrahim olmaq şərti ilə Azərbaycan dövlətinə və xalqına qarşı, Azərbaycan prezidentinə qarşı yaratdıqları cinayətkar dəstənin hal-hazırda izinin itirilməsinə məşğuldular. Məsələ də bundan ibarət ki, bu vəzifəli şəxslərin övladlarıdır. Bu dövlət əleyhinə çoxşaxəli cinayətləri özündə əks elətdirən cinayətkar dəstəni də məhz yaradan da valideynləri olub. Və bu şəxslər kimlər ki dövlətin lehinədirlər, kimlər ki dövləti dəstəkləyirlər, onları Azərbaycandan çıxartmaqla məşğuldular. Prezidenti söyməklə, təhqir etməklə məşğuldular. Necə ki 2022-ci ilədək davam eləyən məşhur Kapital Bank dələduzluğudur, Azərpost dələduzluğudur. Bunun da izini itirməklə məşğuldular hal-hazırda. Bu iz itirməyin arxasında duran şəxs polkovnik vəzifəsində Daxili İşlər Nazirliyində əyləşib. Bizim dəyərli nazirimiz General Polkovnik Vilayət Eyvazovun da paxıllığını çəkən bir şəxsdir. Onun paxıllığını çəkir. Yüksək xidmətdə də küllü miqdarda rüşvət verən şəxs də həmən şəxsdir. Oturub Daxili İşlər Nazirliyində havadarlıqla, himayədarlıqla və iz itirməklə məşğuldur ki, bu onda alınmayacaq təbii ki. Bu şəxslərin cinayətləri həddindən artıq çoxdur, həddindən artıq. Əsas cinayətləri isə narkotik dövriyyəsi idi ki, necə ki Kapital Bank və digər kiber cinayətçilər həyata keçirdilərsə, yalancı və qondarma İranlı səhifələr yaradırdılar və Məhəmməd Paşazadənin də, Allahçı Paşazadənin oğlunun Azərbaycan Respublikasına yeritdiyi, gətirdiyi narkotik vasitələri də yaradılan saxta profillərlə, İranlı profilləri ilə satışı ilə məşğul idilər. Həmən bu dəsti xətlə, iz itirmək dəsti xətti ilə də kimlər ki bizim dəyərli Mehriban xanımı sevib, ona dəyər verirsə, onun ailəsinə hörməti varsa, kimlər ki öz dövlətini sevirlərsə və Azərbaycanlı olduğundan fəxr edirsə, bu şəxslər həmən bu sxemlə, çirkin sxemlə Mehriban xanımı söyüb təhqir eləyirlər, cənab prezidenti söyüb təhqir eləyirlər və onun ailəsinin ünvanına çox nalayiq ifadələr bildirirlər. Bu da bir mənalıdır ki, bu adamlar, bu şəxslər böyük ehtimal məlumatları və Azərbaycan dövlətinə və dövlət başçısına olan kinlərini də və nifrətlərini də əlbir olduğu xarici vətəndaşdan alırlar. Bu bir mənalı olan bir şeydir. Mənim 07.07.2025-ci ildə də bizim dəyərli generalımız, General-Mayor Əbülfət Rızayevə ünvanladığım məktubda həmin vahabilərin adları da var. Atamın adı da var və törətdiyi cinayətlər barədə məlumatlar verilib. Orada da mən xahiş eləmişəm ki, bizim dəyərli generalımız YouTube səhifəsinə baxsın. Ümid edirəm ki, onlar hələ də gizlətmirlər həqiqətləri. Mən hesab edirəm ki, bu Azərbaycan dövləti üçün, Azərbaycan hökuməti üçün qabaqcadan planlı şəkildə planlaşdırılmış bir təxribatdır. Təxribatın kökündə duran şəxsin özü də elə xüsusi xidmət orqanı əməkdaşıdır. Bir daha qeyd elədiyim kimi yaşayır Alatavər ərazisində. Fikrət adında bir ləyaqətsizin qonşusudur və törətdiyi rüşvət planlarını, elədiyi çirkin əməlləri özü kimi vahabi əlaltıları ilə eləyir. Buna aid Sumqayıtda yaşayan Mahir, buna aiddir Nofər Mahmudov, buna aiddir Ramil, buna aiddir Musa, hansı gözlü qələmə verirdi bir növ
prorabçın və s. axır. Yəni bu adamlar şizofrendirlər. Onunla əlbir olan şəxslər bizim bu kriminal aləmdə İlqarə ləqəbi ilə tanınan İlqardır. Hansı ki 11-ci kolonda cəza çəkmə müəssisəsində İlqarə ləqəbi ilə tanınıb. Orada nəsə çalırmış bu, saksafon çalırmış, sintezator çalırmış, nəsə çalırmış da ona görə İlqarə çağırıblar. Onun oğlu Turaldır. Yəni bunlar belə bir mütəşəkkil bir qruplaşmadılar, mütəşəkkil bir bandadılar, hansı ki bunların əsas fəaliyyəti Azərbaycan xalqına qarşı istiqamətlənmiş nifrətdən başqa bir şey deyil. Buradan Yüksək Xidmətinin əməkdaşlarına və rəisinə səslənirəm. İnşallah ki Allah sizin bəlavızı verər və verəcək də. Siz Azərbaycan xalqının düşmənlərinin rüşvətini yediniz. Siz Azərbaycan xalqının dağılmış ailələrinin rüşvətini yemisiniz. Siz Azərbaycan xalqının Təhsil Nazirliyinin süni bal artımı ilə ali təhsil məktəblərinə qəbul olmayan şəxslərin, Azərbaycanın gələcəyi olan şəxslərin pulunu yediniz və artıq məlum məsələdir ki, o pullar inşallah ki sizin ailə üzvlərinizin, körpələrinizin ancaq dərman puluna xərclənər. Əzizlərinizin özünə namus və qeyrət bildiyiniz xanımların xəstəliklərinin pulu olar inşallah və olacaq da. Mənim başım atılmayan oyun qalmayıb. 2016-cı ildən 2025-ci ildə artıq 9 ildir ki, bu şəxslər öz cinayətkar mövqelərini gizlətmək məqsədi ilə hələ də çirkin oyunlar qurmaqdadırlar. Bir müddət bundan əvvəl, ola bilər ki, insan alverçisi olsun həmin şəxs, Elçin adında bir şəxs ləyaqətsiz məni yenə ova təliyə salaraq bir növ belə deyək də, oyun quraraq mənə qarşı Qusarda mənim evimi yandırdılar. Evimi yandırdığında burada Acay adında polis də iştirak edirdi. Qusar polis bölməsinin əməkdaşları da bu süni ev yandırmada iştirakçısı olublar. Özünə Ənvər Xəlilov kimi də qələmə verən şəxs həmən idarəyə daxil olmuşdu. Böyük ehtimal bu Ənvər Xəlilov kimi özünü qələmə verən şəxs birbaşa olaraq elə banditin əməkdaşıdır və öz əməkdaşlarının belə deyək də, Azərbaycan dövlətinə qarşı törətdikləri və yaratdıkları cinayətkar dəstənin izini itirmək məqsədi ilə bu çirkin oyunu qurub. Hələ çirkin oyunlar hələ də davam edir, mən hesab edirəm. İnşallah ki, tez bir zamanda bizim prezidentimizin və dəyərli Mehriban xanımın bu təxribatdan və Azərbaycan dövlətinə qarşı yaradılmış bu cinayətkar band haqqında məlumatı olar. Hansı ki, əfsuslar olsun ki, prezident aparatında bu şəxslərin adamı var, Nazim adında narkomanın qardaşıdır, narkotacirdir, çox da ləyaqətsiz bir insandır və hal-hazırki şikayətlərim də həmin o Nazimin qardaşı tərəfindən administrasiya, prezident aparatı səviyyəsində qarşısı alınır. Mən çox ümid edirəm ki, bizim dəyərli nazirimiz General Polkovnik Vilayət Eyvazov təxribatçı banda barədə təcili sürətli tədbirlər görər. Mən ümid edirəm ki, Yüksək Xidmətinin rəisi və əməkdaşları hansılar ki, bu cinayətkar dəstənin fəaliyyəti barədə məlumatları var və onların cinayətlərinin izinin itirilməyində iştirakçıdırlar. İnşallah onlar da öz qanuni bəlalarını alarlar.